Salam əziz insanlar, hamıya xoş gün. Gözəl güllər üz insanlarla qarşılaşmağı arzulayıram. Necəsiniz gözəl qız? Sağ olun doktor, necəsiniz? Şükür, necə keçdi? Neçə gün də əməliyyat eləmişəm. Hansı şikayətlərlə gəlmişdi, sizi nə incidirdi? İndi necəsiniz, əməliyyatın neçənci gündür? Bugün əməliyyatın 9-cu günüdür. Çox yaxşı keçdi, yəni sandığımdan da yaxşı keçdi. Dünyanın ən qorxaq qadının. Bağırsaq çatı, rektaseli, vaginoplastika. Özü təkrarı əməliyyat idi. 5 il bundan öncə səhv eləmirəmsə, digər mərkəzlərində əməliyyat olunmuşdu. Biz buna rekonstruktiv əməliyyat deyirik. İndi necəsiniz? Şükür, yaxşı. Necədir bəzən? O qorxmağınıza dəydimi, dəymədimi? Tərəddüdlərinizə, hamısı yadındadır. Əllərinizə sağlıq, əlləriniz çox yüngül idi, çox yaxşı oldu. Yalnız sandığım qədər olmadı. O qadınlara nə deyə bilərsiniz, sizin kimi qorxaq qadınlara? Qorxmasınlar. Yəni bir dəfə əziyyət çəkirlər, amma axıracaqda yəni. Baxın, məşəqqətli dövr yaşadınızmı əməliyyatdan sonra? Dəhşətli bir dövr yaşadınızmı? Yox, dəhşətli dövr yaşamadım. Maşallah. Gör, neçə əməliyyat eləmişdiniz? Görənlər belə dedi ki, yəni ki, heç belə sanmırdı da, yəni olunan adamlar var idi. Nə gözəl. Görürsünüz əziz insanlar, əzab əziyyət çəkməyə dəyməz. İndiyə qədər çəkdiyiniz əziyyətin heç bir faizini əməliyyatdan sonra yaşamırsınız. Həmişə sağ olun.